Jurnalist Eliso Kiladzey Gürcüstan Cinayət Məcəlləsinin 2 maddəsi dələduzluq və qanunsuz gəlirlərin legallaşdırılması üzrə ittiham irəli sürülüb. Kiladzey ittihamları qəbul etmir. Onun vəkili Valeri Gelbaxiyəni bildirib ki, müdafiə tərəfi üçün hazırda istintaqın qanunsuz gəlirlərin legallaşdırılması dedikdə konkret nəyi nəzərdə tutduğu və ittihamın hansı sübutlara əsaslandığı məlum deyil. Vəkilin sözlərinə görə iş materialları ehtimal ki, bugün ona təqdim olunacaq. Məlumat üçün qeyd edək ki, Gürcüstan prokurorluğu kol mərkəzlər dələduzluq və çirkli pulların yuyulması işi üzrə 10 nəfərə ittiham irəli sürüb. Onların arasında Otar Parçxaladze və Eliso Kiladze də var. Kol mərkəzlər işi ilə bağlı siyasi spektrdə qiymətləndirmələr səsləndirilir. Müxalifətdə bildirirlər ki, məsələ ətrafında çoxlu şübhə və suallar var. Onların bir qismi məsuliyyəti Georgian Dream-in üzərinə qoyur, lakin komandada isə bəyan edirlər ki, hökumət cinayətkarlığa qarşı barışmaz mübarizəni davam etdirir. Gürcüstanın Birgə İnvestisiya Fondunun keçmiş rəhbəri Georgi Baçyaşvili ilə prosesual razılaşma əldə edilib. Gürcüstan prokurorluğunun məlumatına görə Baçyaşvili bütün cinayət işləri üzrə günahını tam etiraf edib, istintaqla əməkdaşlıq edib və vurulmuş ziyanı ödəyib. Bu əsasla ona şərti cəza və cərimə nəzərdə tutan razılaşma tətbiq edilib. Məlumat üçün qeyd edək ki, Baçyaşviliyə Georgian Dream-in təsisçisi Bidzinə İvanişvilinin kripto valyutasını mənimsəmə işi üzrə 11 il azadlıqdan məhrum etmə cəzası verilmişdi. Ağ Evin mətbuat katibi Kerolin Levit bəyan edib ki, İranla danışıqlarda irəliləyiş əldə olunub, lakin tərəflər bəzi məsələlər üzrə hələ də razılığa gələ bilməyiblər. Onun sözlərinə görə Donald Trump qərarları ABŞ-ın maraqlarına əsaslanaraq verir və bu məsələyə çox ciddi yanaşır. Ukrayna prezidenti Vladimir Zelenski Rusiya ilə son danışıqların nəticəsindən narazıdır. Onun qiymətləndirilməsinə görə Cenevrədə keçirilən danışıqlarda həssas siyasi məsələlər lazımi qaydada müzakirə olunmayıb. Növbəti görüşü gözləyirik və onun fevral ayında keçirilməsi düzgün olar deyə Ukrayna prezidenti bildirib. Zelenski həmçinin qeyd edib ki, Ukrayna Belarus prezidenti Aleksandr Lukashenkoya sanksiyalar tətbiq edib və Rusiyaya müharibədə göstərilən dəstəyə görə Minskə qarşı cavab tədbirlərini artıracağını vəd edib. Dünən gecə Kobileti şəhərində yanğın baş verib. Alov Çakvi qəsəbəsi ərazisində Kolkos sahəsinə yayılıb. Yanğın artıq söndürülüb. Hadisə yerinə yanğın söndürmə briqadaları cəlb olunmuşdu, lakin güclü külək söndürmə işlərinə mane olurdu. Yanğın ocaqları yaşayış məntəqəsinə yaxın olsa da alov evlərə keçməyib. Hadisə yerində Kobileti meri də olub.